Bismillahirrahmanirrahim. Allahümme salli ala Muhammed ve ali Muhammed. Allahümme əccəl levəliyyekel fərəc. Məkasib kitabında qeybət bölümündən 32-ci dərsi oxuyuruq. Keçən dərslərimizdə mərhum Şeyx Murtəza Ənsari buyurdu, əgər bir nəfər digər bir nəfərin qeybətini eləsə, o şəxsin boynunda haqqıdır ki, o şəxsdən həlallıq alsın. Əgər halallıq almasa, qiyamət günündə onun hesabı var. Təbii ki, bu barədə rivayətlər müxtəlif oldu. Bir rivayət buyurdu ki, halallıq almalıdır. Digər rivayət buyurdu ki, onun günahlarının bağışlanmağını Allahdan istəsin. Yəni, qeybət eləyən, qeybət olunmuş şəxsin günahlarının bağışlanmağını Allahdan istəsin. Bugünkü məsələmiz də elə həmən bəhsin davamıdır. Buyurur, əgər belə bir vəziyyət yarandı, qeybət eləyən çətindir, eləyə bilmir, o şəxsi ki, onun qeybətini eləyibdir, ondan halallıq alsın. Və yaxud bilir ki, getsəm ondan halallıq alsam, məfsədə olacaq, fəsad olacaq. Məsələn, o adam bundan ayrılacaq və böyük bir ixtilaf yaranacaq. Bunda necə? O şəxsin haqqı artıq aradan gedirmi? Və yaxud başqa halallıqdan başqa bir yola keçirmi? Məsələn, tutalım o rivayət ki, dedi, onun günahlarının bağışlanmağını istəsin. Ona keçirmi? Buyurur, xeyr. Ona görə buyurur və təəzzürül istibra. Əgər bu qeybət eləyən, o qeybət olunmuşun halallığını almaqlıq çətin ola, av vücudul məfsədə fihi və yaxud fikirləşsə ki, əgər bu halallığı alsam, burada fəsad ola bilər. Buyurur, istibranın təəzzürü, çətinliyi, məfsədənin vücuda gəlməyi la yucib, səbəb olmaz ki, vücudu mubriun axər, başqa bir mubri olsun. Mubri, yəni o haqqı aradan götürən, başqa bir mubriyə mürtəkib olaq. Yəni, halallıq qalsın və məsələn, tutalım o rivayəti ki, onun bağışlanmağını istəyək. Bu, səbəb olmaz. Nəm ərsələ bəzu mən qarəbə əsrəna ənil İmam-ı Sadiq əleyhissalam. Mərhum Şeyx buyurur, bəli, bizim həm əsrimiz, bizim bu əsrdə yaşayan bəzi alimlər İmam Sadiq əleyhissalamdan bir dənə mürsəl rivayət nəql eləyiblər. O rivayət bundan ibarətdir ki, nisbət verirlər İmam Sadiq ağaya, ənnəkə in iqtəbtə, həqiqətən əgər sən qeybət eləsən, fəbələğəl muxtab, əgər o şəxsə, o qeybət olunmuşa bu xəbər çatsa ki, sən onun qeybətini eləmisən, fəstəhillə minhu, ondan gərək halallıq alasan. Və in ləm yəbluğuhu, yox, sənin onun dalıca qeybət eləməyin ona əgər çatmasa, onun xəbəri olmasa, əstəğfirullah ləh, onda Allahdan onun bağışlanmağını istə. Bu, mürsəl rivayətdə aşkar şəkildə buyurulur, əgər
sənin şəxsin qeybət eləməyinə ona çatsa, xəbəri olsa, onda helallıq al. Çatmasa, onun üçün dua ilə onun bağışlanmağını istə. Və fir rivayəti Səkuni el-Mərviyyə fil-Kafi fi bab-ı-zulm ən Əbi Abdillah aleyhisselam. Və həmçinin Səkuninin bir rivayəti, Səkuni yenə də bir rivayət nəql edir. O rivayət Kafidədir və zülm babında nəql olunub İmam Sadiq aleyhisselamdan. Qalə Rasulullah sallallahu aleyhi və aleyh ki, rivayət gedib çatır həzrətə, nisbət verilir Peyğəmbərə. Peyğəmbər buyurub, mən zələmə əhədən, əgər bir nəfər digər bir nəfərə zülm eləyə, məsələn, qeybət eləyə, fəfatahu və o şəxs fot eləyə, dünyadan gedə, indi bu qeybət eləyən, ona zülm eləyən də əli çatmır ona, o dünyadan gedibdir ki, ondan halallıq alsın. Fəliyəstəğfirullahə ləh. Əgər belə olduğu təqdirdə, onda o şəxsə dua eləsin, onun günahlarının bağışlanmağını istəsin. Fəinnəhu kəffarətun ləh. Bəs bunun dua eləməyi, Allahdan bağışlanmağı onun kəffarəsidir. Belə bir rivayətdə yenə də mövcuddur bu babda. Vəl insaf, mərhum şeyx buyurur, insaf budur ki, ənnəl əxbarəl varidə fi hazəl bab, kulluha qeyru nəqiyyətus sənəd. Buyurur, insaf budur ki, bu babda, bu qeybət bölümündə o rivayətlər ki, gəlibdir, bunların hamısının sənədi pak deyil, yəni sənədlərində işqal var. Və əsalətul bəraə təqtəzi ədəmu vücubul istihlal vəl-istiğfar və əsalət-i bəraət də, əsalət-i bəraət usul əməliyyədən biridir. Yəni biz burada baxırıq rivayətlərin sənədi möhkəm deyil, vaxtı ki rivayətlərin sənədi möhkəm olmadı, indi şək eləyirəm, mənə halallıq almaq o şəxsdən vacibdir ya yox, yaxud onun haqqında mənim dua eləməyim vacibdir ya yox, əsalət-i bəraə burada cari eləyirik. Çünki rivayətlər zəifdir və növbə çatır əsalətə, usul-i əməliyyəyə. Burada əsalət-i bəraət cari eləyirəm. Deyirəm, əsl budur ki, mənə halallıq almaq vacib deyil və onun dua eləmək onun üçün də vacib deyil. Və bəli, bu əsalət-i bəraəti cari elədim. Bildiyiniz kimi, əgər dəlil olmasa Qurandan, hədisdən, rivayətdən növbə çatır usul-i əməliyyəyə və burada da bəraət cari eləyirəm və boynumdan bu iki şeyi götürürəm. Digər tərəfdən, mən ki başqasının, sən ki başqasının qeybətini elədin, yəni qeybət olundu, artıq o şəxsin haqqı gəlir boynumuza. Elə ki, onun haqqı boynumuza gəldi, burada haqq sabit olur. Və əsalətu bəqaul haqq əs-sabit lil-muxtab bil-fət əlləl-muxtab bil-kəsr. Bəs bu tərəfdən də görürük ki, muxtab ikisi də belə deyək də, biri ismi məf'uldur, biri ismi fail. Muxtab bil-fət ismi məf'uldur, yəni qeybət olunmuş. Muxtab bil-kəsr, kəsrə ilə, yəni muxtəyyibun, muxtəyyəbun. Muxtəyyibun, yəni kəsrə ilə olan qeybət eləyən. Bəs bu tərəfdən də haqq sabit olur. O qeybət olunmuşa, kimin boynunda haqqı sabit olur? O qeybət eləyənin boynunda. İndi burada da haqq sabit olduğu təqdirdə təqtəzi ədəmul xuruc minhu. Əsl təqaza eləyir ki, yəni bu şəxs bu haqdan çıxmayıbdır,
İlla bil istihlal xassə. Yalnız ondan halallıq almaqla o haqdan çıxmış olar. Bəs burada da əsli belə cari eləyirik ki, şəkk eləyirik ki, o haqqı ki sabit olub, o haqq aradan gedib, o haqq düşüb ya düşməyibdir. Əsl budur ki, o haqq yerindədir və o haqqın düşməkliyi yalnız istihlallandır, yalnız halallıq almaqlandır. Elə ki, bu vəziyyətdə belə əsllə sabit elədik, bəs yenə də bu qeybət eləyən, o qeybət olunmuşdan halallıq almalıdır. Əgər halallıq almasa, o şəxsin bunun boynunda haqqı qalacaq və qiyamətdə bunun haqq və hesabı olacaq. Elhamdülillahi Rabbil aləmin.